قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الذين قالوا ربنا الله ثم استقاموا تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون صدق الله العظيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugünkü cümə xutbəmizin mövzusu xeyir işlərə və yaxud da ki, ümumiyyətlə bir müsəlmana lazım olan deməli, davamlı əməl etmək və bu əməlində də ixlaslı olmaq, yəni səmimi olmaq. Davamlılıq səmimi qulların əlamətidir. Davamlı və ixlasla edilən kiçik bir əməl böyük olsun, amma içində riya varsa bundan daha böyükdür. Deməli, bu nə məna verir? Bir insan davamlı şəkildə əməl edirsə, demək ki, bunda riya yoxdur. Çünki riya adətən özünü göstərmək anlamındadır. Bir adam əlbəttə ki, riyakarcasına bir əməl edəcəksə, çətin özünü insanlara göstərənə qədərdir. Elə ki, insanlara özünü göstərdi, yəni mən bu əməli etmişəm, mən bu əməlin sahibiyəm, ondan sonra artıq bu əməli eləməz. Amma bir insan görsək ki, davamlı şəkildə bir işi görürsə və yaxud da ki, görməsə, bir insan davamlı şəkildə bir işi görürsə, demək bu öz əməlində səmimidir, ixlasdır, yalnız və yalnız Allahın razılığını deməli güdür bu əməllərdə. Deməli, belə bir misal verək, deyək ki, hər birimiz maaş alırıq, pensiya alırıq, nəsə bir maddi bir vəsait alırıq. Hər ay deyək ki, maaşımızdan 5 manat, 10 manat, 3 manat, nə qədərsə çıxarırıqsa və bunu biz demək olar ki, hər ay ediriksə, demək bu əslində biz bu işimizdə səmimiyik. Amma bir insan götürək, özünü göstərməkdən ötürü götürür, deyək ki, bir adamın bir ildə etdiyini bir anda eləyir və bu əməli də edərkən insanlar məni görsün, mən əlaçığam, mən yardımsevər insanam düşüncəsi ilə bunu eləsə, sənin bir ildə etdiyi o bir gündə eləsə belə, deməli onun əməli qəbul olunmayacaq. Yəni bir insan davamlı şəkildə əməl eləyirsə, demək bu Allah rızası üçün eləyir və bir insan da riyakarlıq üçün eləyirsə, bu insanlar üçün eləyir. Biz ayələrdə də o vaxtı oxumuşduq, keçmiş xutbələrdə ki, bir insan özünü insanlara göstərirsə, insanlar üçün əməl edirsə, o sanki insanlara ibadət etmiş deməkdir. Allah-u Teala Quran-ı-Kərimdə Fussilet surəsi 30-cu ayədə belə buyurur: İnnellezine qalu rabbunallah. O kəslər ki, Rəbbimiz Allahdır deyər. Deməli, bu surədə 3 dənə demək mövzu var. Birinci nədir? Bəzi insanlar var, nə deyərlər? Onlar Rəbbimiz Allahdır deyərlər. Bununla kifayətlənməz. Yəni, bunun ardı var. Allah-u Teala bir düstur qoyub ki, Rəbbimiz Allahdırsa, iman gətirmiş isə, onu müəyyən işlər görməli ki, sözümüzdə doğru olar. Və nə olur sonra? Sümmə istəqamu. Rəbbimiz Allahdır deyir, sonra doğru istiqamətdə olar. Deməli, Rəbbimiz Allahdır deyib doğru istiqamətdə olmayanlar yalnız və yalnız dilində deyər ki, Rəbbimiz Allahdır. Və sonra doğru yolda olarlar. Əgər bir insan Rəbbimiz Allahdır deyib doğru yolda olarsa, Allah tərəfindən bizə mələklər iner. Tənəzzəlul mələikatu. Deyir, mələklər iner onlara və mələklər tənəzzəlu aleyhimul mələikatu. Onların üzərinə mələklər iner. Sanki mələklər hər birimizə belə bir söz deyər. Əllə təxafu və lə təhzənu. Qorxmayın, nə də üzülməyin. Yəni, sən Rəbbim Allahdır demisənsə, sonra doğru istiqamətdə olmuşsansa, Allah üçün gözəl işlər görmüşsənsə, mələklər bizə sanki hər birimizə deyir ki, qorxma və üzülmə və əksinə. Və əbşiru və əksinə deyir, sevinin. Nəyə sevinin? Bil cənnətilləti kuntum tuadun. Sizə vəd edilmiş cənnətə sevinin. Yəni, əlhamdülillah, hər birimiz müsəlmanıq, möminik, Allah böyük bir nemət verir bizə. Hər zaman ki biz yaxşı bir əməl edəriksə, sanki bizim hər birimizə bir mələk inəcək və bizə bir arxayınlıq verəcək. Qorxmayın, kədərlənməyin, əksinə Allah sizə bir cənnət vəd edib ona sevinin. Allah həqiqətən hər bir işimizdə bizə səmimiyyəti nəsib eləsin ki, bu mələklər bizim hər birimizin üzərinə nazil olsun. Deməli, indi bu ayədən biz nələr çıxara bilirik? Bu ayə davamlılıq və ixlas anlayışlarını birləşdirərək iman edənlərin axirətdə necə bir müjdə ilə qarşılaşacağını təsvir edən möhtəşəm bir ayədir. Bu ayə yalnız dil ilə Rəbbimiz Allahdır deməklə kifayətlənməyib, bu sözün haqqını verən, yəni məqsədyönlü bir həyat sürən möminlərin əzrini, mükafatını vermək üçün nazil olub. Və İbn Abbas bu ayə haqqında belə buyurur. İbn Abbas radiyallahu anhu belə buyurur: mütləq surətdə Allahın birliyini təsdiqləyib, bu yolda heç bir əyrilik və tərəddüdə yol vermədən sabitqədam olmaqdır.
Qısaca İbn Abbas bu ayəni belə təfsir edir ki, bir insan Rəbbimiz Allahdır dedisə, deməli bir insan əyri yollardan uzaqlaşıb doğru yollara yönəlməlidir. Və deməli yenidən Kəhf surəsi 28-ci ayədə Allah Teala belə buyurur: "Vasbir nefseke ma'allezine yed'un rabbahum bil ghadati vel ashiyyi yuridun vajha." Allah Teala buyurur: "Sən səhər axşam Rəbbini çağıran, yalnız və yalnız onun Allah üçün əməl edən insanlarla bir yerdə ol." Və Allah Rəsuluna deyir bu söz. İnşallah oxuyaq. Allah Teala buyurur: Allah Peyğəmbərindən sallallahu aleyhi və səlləmdən sözü gedən insanların yanında qalmağı, onlardan üz çevirməməyi istəyir. Həmin insanların isə xüsusiyyətləri bunlardır. Onlar səhər axşam, yəni davamlı Allaha ibadət edirlər. Və bunu yalnız Allahın rızasını istədikləri üçün, yəni ixlasla edirlər. Bu iki xüsusiyyətə, davamlılıq və ixlasa sahib olduqları üçün Allah onlara bir dəyər vermiş və Peyğəmbərlərinə onların yanında olmağı tövsiyə etmişdir. Yəni bir var, Allah bizə bir neçə yerdə buyurur ki, Peyğəmbərlə bərabər olun. Bir də Allah Peyğəmbərlə deyir ki, sən onlarla bərabər ol. Deməli, bu kimlərə aiddir? O insanlara aiddir ki, davamlı şəkildə xeyir işlər görənlər olarsa, bizə necə ki, əmr edir Allah Teala ki, Peyğəmbərin yanında ol. Çünki Peyğəmbər doğru sözlü idi, davamlı əməl edirdi. Əlbəttə, biz onun yanında olmalıyıq. Eyni zamanda bizlər də doğru əməl edəriksə, Allah da Peyğəmbərinə bizim yanımızda olmağı deməli tövsiyə edir. Və deməli bir insan, bəzən biz çox əmələ qaçmaq istəyirik, amma bəzən bu bizə çətinlik yaradır və bizi deməli bu yaxşı əməl etməkdən çəkindirə bilər. Allah Rəsulü sallallahu aleyhi və səlləm hədis şəriflərin birində belə buyurur: "Ey insanlar, güc gətirəcəyiniz əməlləri edin. Siz bezmədikcə, yəni əməl etməkdən usanmadıqca Allah da sizə o əməllərinizin qarşılığını verməkdən, sizi bağışlamaqdan, sizə rəhmət endirməkdən bezməz." Deməli, Allah Teala bizə nə buyurur? Gücünüzün çatmadığı işlərə girişməyin. Bu təkcə bizim dünyavi şeylər məsələsində də yox, eyni zamanda ibadət məsələsində də. Bəzən özümüzə vacib edirik nəysə ki, mən deyək ki, filan rükət namaz qılmalıyam, amma sən səhhətin yol vermirsə, vaxtın yol vermirsə, gücün çatmayacaqsa bunu eləməməlisən. Və yaxud da ki, imkanı yoxdur, adam məcbur şəkildə özünə deyək ki, bir qurban vəd verir. Yəni, özünə bir qurbanı yüklüyür. Əlbəttə, sənin gücün çatmırsa bunu etməyə bilərsən. Deməli, biz hər cümə biz ayələr oxuyuruq. Demək olar ki, Allah-u Teala, biz bunu bir neçə yerdə oxumuşuq. İman məsələsi varsa, Allah məsələsi varsa, mütləq Allah onun ardından salih əməlləri gətirir. Yəni, çünki bu bizə bir imtihandır. Necə ki, Allah-u Teala Mülk surəsində nə buyurur? O ölümü və həyatı ona görə yaratdı ki, sizin hansınız əməl cəhətindən yaxşı olmaqdan ötürü, bunu Allah üzə çıxartmaqdan ötürü elədir. Və yaxud da ki, başqa ayələrdə buyurur ki, sizi Allah ona görə imtihan edir ki, görək siz həqiqətən də o dediyiniz sözdə sadiqsiniz, yoxsa yox. Deməli, biz bu mövzudan, bu məsələdən hansı dərsləri çıxara bilirik? Birinci məsələ budur ki, eyni zamanda biz hədis şərifdə də qeyd olunur, Allah Rəsulü buyurur ki, bir əməl hər nə qədər az da olsa, yəni balaca bir əməl də olsa, amma davamlı olsa daha xeyirlidir. Nəinki özünə insan yükləyər, bircə dəfə eləyər və sonra usanar, bezər, gücü çatmaz, ondansa demək davamlı şəkildə ibadət edib, az da olsa bu daha xeyirlidir. Deməli, biz buradan nələr çıxara bilərik bu mövzudan? Davamlı və ixlaslı əməllər, yəni ixlas səmimiyyət deməkdir. Yəni sayı çox və riyaya bulaşmamış əməllərdən daha fəzilətlidir. Allah ən çox az da olsa sabit qalan ibadətləri sevir. Yəni az da olsa amma davamlı olan ibadətləri sevir. Çünki bu niyə belədir? Bir insan davamlı şəkildə ibadət etdiyi zaman, hər dəfə ibadət etdiyi zaman, deyək ki, bir ildə bir dəfə hər hansı bir əməli görsün, bir də var hər gün əməli görsün, xırda da olsa eləsin, həmin vaxt insan Allahla bərabər olmuş olur. Daimi ibadət iman və sədaqətin göstəricisidir. Davamlılıq bir qulluq əlaməti, ixlas isə onun ruhudur. Üçüncü, salih insanlarla birlikdə olmaq ibadətə davamlılığı gücləndirir. Həqiqətən də belədir. Allah Rəsulü hədis şərifdə buyurur ki, mömin, möminin güzgüsüdür. Bunu ona görə deyir ki, biz bir günahkar insanın, bir namaz qılmayan insanın yanında olarkən ağzımızdan söyüş də çıxar, yanlış bir işdə görər, hətta namazımızı qəza verərik, o bizi qınamayacaq. Amma çünki o bilmir axı namazın vaxtına vaxtı, orucun vaxtına vaxtı, namazı nələr pozur, bu bunu bilmir.
Amma qarşımızda bir mömin olduğu zaman biz bilirik ki, ən azından o bizim səhvlərimizi biləcək, ən azından ondan utanarıq ki, o bizim üzümüzə şahidlik eləməsin. Yəni, müminin güzgüsü bu deməkdir. Sanki sən onu görüb xatırlayırsan və deməli, pis işlərdən uzaq durursan. Dördüncü, Peyğəmbərimizin ibadətə davamlılıq nümunəsi. Yəni, bizim örnəyimiz Peyğəmbərdir. Peyğəmbər də bütün işlərində demək, davamlı olardı. Əgər bir ibadətə səmimi niyyətlə başlayıb, sonradan hər hansı bir maneə yaranarsa və biz də bu əməli edə bilməriksə, Allah onu bizdən qəbul etmiş olar. Yəni, riyakarcasına bir əmələ girişmək istəsə, qəbul olunmasa, o bizdən qəbul olunmayacaq. Yəni, edə bilməsə, o iş o bizdən qəbul olunmayacaq. Amma həqiqətən təmiz niyyətlə, təmiz qəlblə, mən bu işi görmək istəyirəm düşüncəsi ilə niyyət edərsənsə, amma o müəyyən səbəblərdən dolayı o işi görə bilməzsənsə, Allah o işi bizdən artıqlaması ilə qəbul edər. Allah bizə davamlı əməl etməyi nəsib eləsin, bizə sabit qədəmlik nəsib eləsin və hər bir əməldə az olsun, çox olsun, gizli olsun, aşkar olsun, biz o səmimiyyəti, yəni ixlası Allah üçün əməl etməyi hər birimizə Allah-u Teala nəsib eləsin.